Həyat yoldaşımın və atamın mənə inanmamağı məni çox ciddi motivasiya edir. Onlar mənə bu formada motivasiya vermişdi ki, eybi yox da, öz pulunu batıracaq, qoy getsin pulunu batırsın, görsün ki, iş qurmaq asan deyil. Onların gözündəki olmadı. İlk gündən müştərim oldu. Şirkət idarəsini mətbəxdə ev xanımı olduğum vaxtdan öyrənmişəm ki, ailənin idarə strategiyalarını biznesə tətbiq etmişəm və hər zaman da bu uğurlu oldu. Uğursuzluqlar da qaçınılmaz olur, amma əsas oradakı sir bilirsiniz nədir? Həll edib, o yetərsizlik duyğuna sevgi verib, özünü tam hiss etdiyin anda ayağa qalxıb davam edirsən və o yaşadığın uğursuzluğu da təcrübə sayırsan. Hər birimiz bu dünyaya niyə gəlmişik? Sizin bu dünyada missiyanız nədir? Sualını tapmalıdır. Mən tapan şanslılardanam. Bu qədər rahatdır danışmaq cümlə olaraq, amma ciddi bir özünü tanıma prosesi keçdi və mən başa düşdüm ki, mənim ruhum bir faydalı baltanın sapı olmaqdan bəslənir. Çox gənc yaşda ana olmuşam və onun məndə qoyduğu izlər, mən nə edirəm, mən kiməm, mən analıq edə bilirəmmi, mən ana olmağa hazır idimmi? Bu suallar mənə özümü tanıma yoluna çıxmağa başladı və fikirləşirdim ki, mən monoton şəkildə yaşamaq, evlatlarıma bu şəkildə nümunə ola bilmərəm. Və bunun üçün mübarizə apardım. Bəlkə də bu fikrin bir mənalı səslənməyəcək. Onların mətbəxdə ancaq yemək bişirən anaya yox, onlara yol göstərən, onlara daima sevgi ilə yanlarında olan, zəhməti aşılayan bir anaya ehtiyacları var. Bu mənim doğrumdur. Mən demirəm bu hamının doğrusudur. Başqa insanlarda fərqli ola bilər. Amma mən öz doğrularımı tapmaqla məşğul oldum. O doğruların mənə verdiyi mesajları izləməklə məşğul oldum. Bu yola da girməyimdən çox məmnunam və bunun faydasını görürəm. Ev xanımı olmaq çox böyük bir məsuliyyətdir. Mən deyərdim ki, hər iş adamının, iş xanımının bacarmadığı bir işdir ki, mən hər zaman deyirəm ki, mən şirkət idarəsini mətbəxdə ev xanımı olduğum vaxtdan öyrənmişəm. Yəni oradakı evdəki ailənin idarə strategiyalarını biznesə tətbiq etmişəm və hər zaman da bu uğurlu oldu. Həyat yoldaşımın və atamın mənə inanmamağı məni çox ciddi motivasiya edir. Və çünki biz işə belə başlamışdıq. Onlar mənə bu formada motivasiya vermişdi ki, eybi yox da, öz pulunu batıracaq, qoy getsin pulunu batırsın, görsün ki, iş qurmaq asan deyil. Yəni atamın və həyat yoldaşımın həmin öz aləmlərindəki motivasiyası mənə çox ciddi təsir eləmişdi və sanki bir növ işə özümü isbat üçün başlamışdım. Sonra amma onların da mənim işimə qarşı dəyişimi, onların mənə dəstəyi, artıq bu dəstək mən dirçəlib bir biznes sahibi olandan sonra başlamışdı. Təbii ki, yenə də xoş idi ki, onların gözündəki olmadı. İlk gündən müştərim oldu. Hər birini planlamışdım, addım-addım. İlk bloq yazıları yazırdım, dəbə aid yazılar yazırdım. İnsanlar məni o dəb yazılarından tanıyırdı. Bir iş həyatında insanın uğurlu edən və uğursuz edən faktorlar var. Bu faktorları nəzərə almasa ki, tamamilə bir insanın iş uğuru nədən asılıdır? Çünki biznes bir komanda işidir və siz bu komandada tək deyilsiniz. Tək şəxsən götürsəm ki, uğurumun sirri nədir? Mənim gördüyüm hər işdə empatiyadır mənim uğurumun sirri. Bunu da son bir ildə düşünmüşəm. Alıcıdırsa alıcı ilə, izləyicidirsə izləyici ilə empatiya qururam. Mənə elə gəlir ki, empatiya mənim uğurumun əsas sirridir.
Çünki geyim dizayn edəndə empatiya qururam müştəri kimi, müştəri ilə. Bu geyimi mən alardımmı? Alardımsa niyə alardım? Alaramsa bunu necə kombinləyəcəm? Bunu almaq bu qiymətə mənə sərf edirmi? Bu beyinlə yanaşdığım üçün və bu formada dizayn etdiyim üçün orada bəli, uğur qazanmamaq qaçınılmazdır. Çünki mən müştəri kimliyinə bürünərək geyim dizayn edirəm. İlk dəfə Made in Azərbaycan adı altında geyim istehsal edəndə siz təsəvvür eləyin ki, Azərbaycanda yeni bir brend açılır. Bu brendin hədəfləri uyğun qiymətə, keyfiyyətli məhsulla, dəbli bir geyimi istehsal etməkdir. Hər şey burada mükəmməl görünür, düzdür? Amma istehsal etdiyimiz kütlə Made in Azərbaycana bir ön fikri var. Ön dəyərsizliyi var. Bizimki isə nədir ki? Siz təsəvvür edin ki, biz brend olaraq inkişaf edib ayaqda qalmağa çalışırdıq. Həm də alıcının visionunu dəyişməyə çalışırdıq ki, və onları inandırmağa çalışırdıq ki, özümüzünki dəyərlidir. Biz özümüzdən almalıyıq. Siz təsəvvür edin ki, biz neçə fokusa yayılmışıq. Və yavaş-yavaş o vision dəyişdikcə bizdə də yəni Azərbaycanda bir iş adamı bu qədər fokuslu olmalıdır. Məcburdur. Çünki coğrafiyanın tələbləri budur. Çünki biz Remarkın kitablarında var. Mən bunu oxumuşam. Remarkın Üç dost əsəridir, səhv etmirəmsə. İtmiş nəsillik müharibədən sonra daxilən hər zaman analarımız, atalarımız nə edib? Bizi başqası ilə müqayisə edib. Bizim içimizdə bir yetərsizlik var. Bizim içimizdə bir müqayisə var. Siz təsəvvür edin, özünüzün daxilimizdəki dəyərsizliklərlə mübarizə apara-apara biz alıcının da dəyərsizlikləri ilə mübarizə aparmışıq. Paralelində də şirkət qurmuşuq. Uğur qazandıqdan sonra isə uğursuzluqlar da qaçınılmaz olur. Əsas sirr nə qədər dayanıqlısan, uğursuzluğa, yetərsizlik duyğusuna nə qədər dayanıqlısan. Bax, oradakı o yetərsizlik duyğunla həll edib, o yetərsizlik duyğuna sevgi verib, özünü tam hiss etdiyin anda ayağa qalxıb davam edirsən və o yaşadığın uğursuzluğu da təcrübə sayırsan.